Salam uşaqlar, bugün faizə görə ədədin tapılması, iki ədədin faiz nisbətinə aid bəzi məsələlərə baxacağıq. Burada deməli bizdə birinci kvadrat şəklində göstərilmiş qaydada 25 konqruent kvadrat bölünmüşdür. Sürülənmiş hissənin sahəsi böyük kvadratın sahəsinin neçə faizini təşkil edir? Baxırıq rənglənmiş hissələrə 1, bura, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11 dənə rənglənmiş hissə var və neçə dənə deyirdi bizdə? Göstərilən şəkildə qaydada 25 konqruent kvadrat var. 25 dənə də konqruent kvadrat var. Deyir ki, rənglənmişin ümumi kvadratların sayına faiz nisbəti. Faizləri tapmaq üçün nə edirsən? 100%-ə vurmaq lazımdır. Bərabərdir. 25 ilə 100 gedər 4 dəfə. Cavabın da çıxar nə? 44%. D variantı. Üçüncü sualda bizə cədvəldə ədədlərin neçə faizi natural ədəddir? İlk öncə cədvəldə neçə dənə ədəd var? Ümumisini yazırsınız. Ümumi 1, burada 2, 3, 4, 5 və 6, 7, 8, 9, 10 dənə bizdə ədəd var. Ümumi 10 dənədir. Naturallar hansılardır? Demişdim, saymaq üçün istifadə olunur. 8-dir, 4-dür. Ayrı natural ədəd burada yoxdur. Ona görə də 2 dənəsi naturaldır. Deyir ki, naturalın ümuminin sayına faiz nisbət. Yəni faizdə də çevirəndə 100-ə vurdum. 5 ilə getdi və 100 ilə də 5, 20 cavab edir. 20%. C variantı. Beşinci sualda düzbucaqlı konqruent kvadratlara ayrılmışdır. Çırpılmış sahə bütün sahənin hansı hissəsidir? Yəni də eyni qayda ilə çırpılmış sahəni tapırsınız. 1 dənə 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Aha. İndi baxın burada 9 dənə ştrixlənmişdir və 10, 11, 12 dənə. 12 dənə də ümumidir. Vurdunuz 100-ə. Bununla deməli uşaqlar 3 dəfə gedəcək, 3 qalacaq. Yerdə 4 qalır və 4 ilə də 100 gedəndə 25, 3-ü də 25-ə vuranda 75% cavabını alırsınız. 7-ci sualda 155 tondan 31 ton alınır. Filizin tərkibində neçə faiz mis var? Filizdən uşaqlar mis alınır. Deməli, yoxlamaq lazımdır ki, filizin neçə faizi misdir. Baxıb bunu yoxlamaq lazımdır. Buradan da yenə də 155 vurulsun x bərabərdir 31 vurulsun 100 alırıq. Çünki bu tamamilə məxrəcdədir. X-imiz də bərabərdir 31 vurulsun 100 bölünsün 155. İndi 31 ilə 155 5 dəfə gedər. 100 ilə də 5 neçə dəfə gedər? 20 cavabını almış oluram. C variantı. 9-cu sualda şagird kitabın 60 səhifəsini oxudu. Oxunmamış hissə kitabın 40% olarsa. İndi uşaqlar, oxunmamış hissə 40%-dir. Bəs oxunmuş nə qədərdir? Oxunmuş nə qədərdir? 60%. Çünki neynədir? 100%-dən çıxdım 40%. Yerdə mənim cavabım qaldı 60%. Yəni 60% oxunmuşdur. 60% oxunub. Burada da deyir ki, 60 səhifə oxunub. Yaxşında 100% nə qədər neçə səhifə imiş görək. Yəni də düzüm tənasibliyə görə 60 vurulsun x bərabərdir. 60 vurulsun 100-ə. Buradan da uşaqlar 60 ilə göz qabağında gedirlər. X-imiz də çıxır 100 səhifə. D variantı. 11-ci sualda 40% 30 olan ədəd tapın. Uşaqlar 40% 30-dur. Onda 100% nə qədərdir? X deyirəm. Düz mütənasibliyə görə 30 vurulsun 100-ə və X-i tapanda 40 keçir məxrəcə. 100 bölünsün 40-a. Burada indi sıfırları gedir. 4 ilə də 100 gedəndə 25. 3-ü də 25-ə 75 cavabını almış olduq. D variantı. 12-ci sualda şagirdlər həll etdiyi 15 tapşırıq onun bütün tapşırıqlarının 20%-ni təşkil edir. 15 dənə tapşırıq bütün tapşırığın 20%-ni təşkil edir. Deməli, bütün tapşırığı bilmirəm. 15 dənə tapşırıq bütün tapşırıqların 20%-dir. Bayaqdan deyirdik ki, məsələn, 15 dənənin ümumiyə olan faiz göstərişi nə hansıdır, məsələn, onu soruşurdu. Amma indi ümumini verməyib bizə, amma
neçə faiz olduğunu göstərib. İndi bunu həll etmək lazımdır. Təbii ki, 100 bərabərdir 20 vurulsun x-a. X da bərabərdir 15-i vuracaqsınız. 100-ə böləcəksiniz 20-yə. Bunlar gedərlər 5 dəfə. Buradan da alaram ki, cavabımız eləyəcək 75. İndi bizdən soruşur ki, şagird ümumilikdə neçə tapşırıq həll etməlidir? Təbii ki, 75 dənə tapşırıq. 10 üstə həmin qayda ilədir. 14-də baxaq. 14-də şagird həll etdiyi 50 tapşırıq onun bütün tapşırığın 10%-ni təşkil edir. 14 daş olur həmin qayda ilə hesablanacaq. Eyni düsturda. Gəlin 15-ə keçək. Göbələk qurudulduqda kütləsinin 85%-ni itirir. 24 kiloqram qurudulmuş göbələk almaq üçün nə qədər təzə göbələk götürmək lazımdır. Uşaqlar, 24%-ni itirir. Ümumi göbələyi deməyib ki, bizə nədir? Ümumi göbələkdən, yəni təzə göbələkdən xəbər yoxdur, x deyirəm. Deyir ki, qurudulduqda 85%-ni itirir. Bəs neçə faiz qurudulmuş qalır? 100-dən çıxın 85-i itirdiyin 15% qalırmı? Aha. Deməli 15% qurudulmuş qalır. Deyir ki, burada 24 kiloqramdır. Yaxşı, 15%-i 24 kiloqramdırsa, onda 100% nə qədərdir? X kiloqram. Çünki bayaq dedim ki, təzə göbələk bilinmir neçə kiloqramdır. Buradan da düz mütənasibliyə görə 2 vurulsun 100, 24 vurulsun 100 daha doğrusu. X da bərabərdir. 24 vurulsun 100 bölünsün 15-ə. 3-dən gedər 8 dəfə, 3-dən gedər 5 dəfə. Burada da 20 cavab deyiləcək. 8-i 20-yə vuranda 160. C variantı. 16-cı sual fərqli sualdır. Bizdə deyir ki, il ərzində 8000 nəfərdən 8600 nəfər, 6400 nəfər qədər artdı. İlkin artım neçə faizdir? Uşaqlar, belə bir faizə aid düsturumuz var. Fərq bölünsün, dən vurulsun 100%. Əgər aşağıdan qalxım baş veribsə, məsələn, qədər artdı deyir, qədər azaldı deyirsə, ancaq bu düsturdan istifadə edəsiniz. Fərq nə deməkdir? Hər ikisinin fərqi, yəni böyükdən çıxacaqsınız kiçiyi. Dən də isə dən hansının yanındadır, hansı rəqəmin yanındadır? Nəfərdən sözü. Nəfərdən, yəni 8000-in yanındadır. Nəfərdən nəfərə deyir. Və dəni də yazdınız, 100%-i də vurdunuz. Yuxarıdan alırsınız ki, 6400 bölünsün 8000 vurulsun 100. 100 ilə də bunun sıfırları gedər. Sonra sıfırların ikisi buradakı sıfırla gedər. 64 bölünsün 8 alınır. Cavab da çıxır. 8%-ni təşkil edirmiş. 18-ci sualda 135 ton mis filizdən 22 ton mis alınıb. Filizin tərkibində neçə faizimiz var? Yenə də eyni qayda ilə bilinmir. Filizin tərkibinin hansı faizi, neçə faizi deməli misdir. Buradan da şu olar x-i eyni qayda ilə tapırsınız. 27 vurulsun 100. X-imiz də bərabərdir. 27-ni 100-ə vurub 135-ə bölmək lazımdır. Burada da təbii ki, bir dəfə 5 dəfə düşür. Buradan da bu gedər. Qalar cavabımız 20 D variantı. 19-cu sualda mağazanın almanın 39 kiloqramı satıldıqdan sonra mağazada əvvəlki miqdarın 35% qədər alma qaldı. Mağazada neçə kiloqram alma qalıb? Əvvəlki miqdar bilirik nə qədərdir? Yox. Əvvəlki miqdarın 35% nədir? Yazdım. Əvvəlki miqdarın 35%. Bizə deyir ki, almanın 39 kiloqramı satıldı. Alma nə qədər idi? X bilinmirdi. 39 kiloqram satılma nə deməkdir? Azalma, yəni minus 39. Sonra, bax, bu artıq qalandır da. Çünki X-dən 39-u çıxdımsa, satılmaya getdi 39-u. Yerdə nə qaldı? X minus 39 qədər qaldı. Və digər tərəfdən bizə nə deyir? Əvvəlki miqdarın 35% qədər alma qaldı. Bax, qaldıya qaldı uyğun gəlir də. Ona görə bir-birlərinə bərabərdirlər. Hansı ki, bu 35%-ni yuxarıda tapmışdım. X vurulsun 35 bölünsün 100-ə. İndi x minus 39 bərabərdir. X
vurulsun 35 bölünsün 100. Bunu həll etməyə lazımdır. Burada bizdən diqqətlə baxaq. 5-ə böləndə 7 dəfə, 5-ə böləndə 20 dəfə eləyir. Yəni 7x bölünsün 20 alıram. 20-ni tənasibə görə bu tərəfə vuranda 20x minus 39-u da 20-yə vurduğum zaman eləyir 78 və yanında bir dənə də 0 bərabərdir 7x. 7x sol tərəfə keçirdərəm. 20x minus 7x bərabərdir 780-ə. 13x bərabərdir 780 və x-imiz burada çıxır ki 60 imiş. Bizə yəni əvvəlki mağazada neçə kiloqram alma qalıb soruşur. Mağazada deməli almanın 60 dənədir də 39-unu satmışlar. Onda 60 minus 39 yerdə nə qədər qalır? 21 kiloqramlıq alma hələ ki qalmışdır. B variantı. 21-ci sualda turist A məntəqəsindən B məntəqəsinə yola düşdü. Bir A məntəqəsi var, digər məntəqə isə B məntəqəsidir. O 24 kilometr getdikdən sonra, baxın uşaqlar, 24 kilometr yol gedib. Bura 24 kilometrdir. Yolun 20% qaldı. Tamam. İndi biraz böyük çəkək ki, 20%-ə uyğun gəlsin. Plan ki, bu hissə 20 kilometrdir və bu hissə isə aşağıda faizdən göstərək, yuxarıda kilometrlə göstərək. 20% qalıb. Yaxşı, 20% qalıbsa necə kilometrin, daha doğrusu faiz olaraq gedib? 80%-ni gedib də, düzdürmü? A və B məntəqələri arasındakı məsafəni tapın. Bura isə x-dir. Gəlin uyğun olaraq faizlə kilometri tənasüblə quraq. 24 kilometr neçə faiz eləyib? 80%. Bəs görək bütün yol, yəni 24 plus x yolumuz 100% edirmi bizdə? Bəli. İndi uşaqlar gəlin tapaq. 24 vurulsun 100 bərabərdir 80. 24 plus x-a. Buradan 80 təbii ki, keçir məxrəcə. 24 vurulsun 100 nəyə bərabər olur? Gəlin açaq, daha doğrusu açaq. Buradan 24-ü 80-ə vurduğumuz zaman 1920 üstə gələnsin 80x. Və buradan 2400 minus 1920 aldım. Bərabərdir 80x-a. Alırıq ki, 480 bərabərdir. Buradan yazırım ki, 480 bərabərdir 80x-a. X-imiz da nəyə bərabər olur? 480-i bölərəm 80-ə, cavabımız çıxar 6. X-imiz 6 çıxdı. Bizdə X haraydı? Bu nöqtədən qalan məsafə idi də, düzdürmü? Bura bir K nöqtəsi olsa, K-dan B-yə kimi X idi. Bəs AB nə qədər idi demişdik? X plus 24. Yəni 6-nın da üstünə 24 gəlirsiniz, məsafə də çıxır 30 kilometr. Cavabımız bizim burada eləyəcək variantı. Mağazada 546 kiloqram alma və 154 kiloqram digər meyvələr var. Yaxşı. Alma 546 kiloqram və digər meyvə 154 kiloqram. Alma bütün meyvələrin neçə faizini təşkil edir? Bütün meyvələr, yəni alma daxil, hər biri 546 üstələnəsi 154. Bizə nə qədər verir? 0, 0, 700. 700 kiloqramlıq verdi. 700 kiloqramlıq deyir alma. Alma neçədir? 546. Alma bütün meyvələrin ümumi həmişə aşağıda yazılır və faizlə cavab soruşursa təbii ki 100%-ə vurulacaq. Bu da bizdə 100-lə 700-ün sıfırlar gedər. 546-nı 7-yə bölən zaman 7 dəfə 49 və 56 çıxanda 8 dəfə 78% cavabını almış olduq. 25-də 6 saata çəndəki yanacağın 15%-ni sərf edən mühərrik çəndəki bütün yanacağın neçə saata sərf edər? 6 saata 15%-ni sərf edir, x saata da 100%-ni sərf edəcək. Saatlara yazaq yanına. Olur, bir də indi diqqətli olmaq lazım ki, bu tərs mütənasibdir, yoxsa düz mütənasibdir. Deməli, zaman artdıqca təbii ki, sərfiyyat da artacaq. Çünki 6 saat 15%-ni işlədirsə, tutalım ki, 10 saata bir haradasa 30%-ni işlətmiş olar. Onda biz nə edirik? Düz mütənasiblikdən istifadə edirik. 6-nı vuracaq 100-ə, bərabərdir 15-i vuracaq x-a. Buradan da x bərabər olur. 6 vurulsun 100, bölünsün 15-ə. 3 ilə gedir 2 dəfə, 3 ilə gedir 5 dəfə, 5 ilə də 100 gedər, 20 qalar, 2 vurulsun 20, cavabımız deyiləyə 40.
A variantı. 27-ci sualda diaqramda ölçəyə bir ilin fəsilləri ərzində gələn turistlərin sayı verilib, turistlərin neçə faizi yayda gəlib. Ümumi neçə dənə turist var? 875, 1800, 675 və 1650 bərabərdir 5000. Yəni ümumi 5000. Turistlərin neçə faizi yayda gəlib bizdən soruşur. Uşaqlar, yayda nə qədər gəlib? 1800 və bizdən faizini soruşur da, yəni 1800 adam neçə faizdir? X faiz. Yaxşı, bəs 100% bir adam nə qədərdir? Hamısıdır da, düzdür? Onda 5000 dənə adam deyə bilərəmmi? Bütün turistlərin 100%-ni təşkil edir. Yəni hamısı bir yerdə 5000 dənə idi. Yenə də düz mütənasibliyə görə vurulsun 100 bərabər olacaq. 5000 vurulsun x-a. X-nin yanındakı ifadə nə olur? Keçir məxrəcə. 1800 vurulsun 100 bölünsün 5000. Burada indi sıfırları aparaq birinci. Sıfırlarımız getdi. 180-i də 5-ə böldüyümüz zaman cavab eləyir 36% təşkil edir. A variantı. 29-cu sualda 25% bahalaşdıqdan sonra çantanın qiyməti 40 manat olubsa, 25% bahalaşma, 25% artım nə deməkdir? Ədədin 25% artması nə idi? Ədəd özü x idi. Bəs demişdim ki, 25% artma nədir? Ədədin üzərinə gəlirsiniz, özünün 25%-ni. Tamam. Artdıqdan sonra qiymət 40 manat olub. Yəni, bu artımdan sonra qiymət bərabərdir 40 manat olub. Çantanın əvvəlki qiymət neçə idi? Bizdən soruşur əvvəlki x-in qiymətini. Gəlin tapaq. X plus, bunu yazaq 0,25. X bərabərdir 40-a. 1,25 x bərabərdir 40. X-i buradan tapanda 1,25 keçir məxrəcə. Sıfırları, tamları atan zaman yuxarıya 2 dənə sıfır gəlir. Buradan alıram ki, 4 vurulsun, 1000 bölünsün, 125. Buradan da bir dəfə, 8 dəfə. Yəni 4-ü də 8-ə vurduğumuz zaman cavabımız çıxır 32 manat. 31-də iki müsbət ədəddən birini 10%, digərini isə 40% azaltsalar, onların hasili necə dəyişər? Uşaqlar, ədədi azaltmaq nə deməkdir? Ədədin 10% azalt. Yəni çıx ədədin 10%-i düzdür. Bunu yazdım. Yəni A minus 0 tam sıfırlar gedər, qalar 0,1A. Bu bizdə nə eləyir? Burada 1 dayanır. 1-dən 0,1 çıxanda nə eləyir? 0,9 eləyir də, düzdürmü? 10-da qalır ki, 0,9A. Sonra deyir, digəri, yəni B ədədidir. B-ni də 40% azaldıram. B-nin 40%. B minus 0,4B. 1-dən 0,4 çıxanda nə qalır? 0,6B. Tamam. Yerində hasil necə dəyişir? 0,9A vurulsun 0,6B bərabərdir. 0,9-u 0,6-ya vurduğumuz zaman 6, 9-un 54, 5, 0 və 0. 4, 5, 0, 1, 2, 0,54. A vurulsun B. İndi bizdən soruşurdu ki, iki müsbət ədədini azaltmışdılar və hasil necə dəyişər deyə soruşmuşdu. Təbii ki, faizə çevirdiyimiz zaman bizdə fərq, burada artıq fərq məsələsindən istifadə olunur. Nəyə görə? Çünki A-dan A vurulsun B-dən daha doğrusu keçib 0,54A vurulsun B-yə. Burada düsturumuz var idi. Fərqdən vurulsun 100. Tamam, gəl baxalım. Fərq nədir? AB-dən çıxsam 0,54 AB-ni. AB-dən gəlib də. Dən AB-nin yanında deyil. Bölünsün AB vurulsun 100%. Yerdə nə qədər qalır? 0,46 AB bölünsün AB vurulsun 100%. İndi AB-lərimiz gedər. 0,146-nı da 100-ə vurulan zaman təbii ki, cavab qalar 46%. A variantı. 33-də alma ilə dolu səbətin kütləsini verib, boş səbətin də kütləsini verib. Uşaqlar, diqqətlə baxın, biri kiloqramdandır, biri qramdandır. İlk öncə siz hər birini eyni ölçüyə gətirməlisiniz. 1 kiloqramımız 1000 qramdır. Onda 31,2 kiloqramımız nə qədərdir? 31,2-ni
Vurarsınız 1000'e. Alarsınız ki 31, 2, 0, yanında 2 dənə. Tamam. Yəni qram. İndi bizdən soruşur ki, baxın, almadır və daha doğrusu dolu səbətdir və içərisində almalar var, düzdürmü? Deyir, bunun kütləsi 31200 qramdır. Boş səbəti isə, yəni bunun özü isə 1200 qramdır. Boş səbətin kütləsinin almanın kütləsinə. Yaxşı, almanın kütləsi nə qədər çıxacaq? Alma. Uşaqlar, səbəti çıxarsaq buradan, səbətin kütləsini çıxsaq, almalar təkcə qalacaqmı? Aha. Onda ümumi səbətlə almadan təkcə səbəti çıxanda yerdə qalacaq almalar, yəni 30 min. 30 min. Tamam. 30 min bizdə nəyin kütləsidir? Almanın. Bizdən də soruşur ki, boş səbətin kütləsinin almanın kütləsinə. Bax, birinci kimin adını çəkdi? Boş səbət. Boş səbət nə qədərdir? 1200 qram. Bəs almanın kütləsinə deyir 30 minə. Faiz nisbəti. Nisbət deyəndə bölmədir, faiz deyəndə 100-ə vurulur. Məsələn, sıfırlarınız getdimi? Bu sıfırlar da bununla getsin. 3 ilə də 12 getsin, cavab çıxdı 4. 34 də həmin qayda ilə də 35-ci sualda müəssisə il ərzində 10.800 məlumat buraxıcı planı 35% artırılması ilə yerinə yetirir. Deməli 10.800 məlumatda 35% artıqlaması ilə yerinə yetirir. Yəni 35% artıq olub. Bu nə deməkdir? 100%-dən 35% daha artıq. Yəni 100% imiş. İşin nə qədərsə. Bu çox işləyib. 35%-də hələ bir artıqlaması ilə işləyib. Onda deyərəm ki, 10.800 135%-dir. Tamam. Müəssisənin plan tapşırığı nə qədərdir? Yəni deyir, müəssisənin 100%-i nə qədərdir? X. Təbii ki, buradan yenə də düz mütənasibliyə görə vuracam 100-ə bərabərdir. 135 də vuracaqsınız X-ə. X-i buradan tapanda keçər 135 məxrəcə. 100 bölünsün 135. Bir dəfə gedir. 8 dəfə gedir. Baxın, 1080 135-ə 8 dəfə bölünür. Burada da bir dənə 0 var. Yəni 80 dəfə. İndi 80-i də 100-ə vurduğum zaman nə qalar yerdə? 8 cavabını almış oluram. Y variantı. 36-cı sual fərqlidir. Şagird tapşırığı ustanın tapşırığının 5də 4-ünü təşkil edir. Bir şagird var, bir də usta var. Şagirdə X deyin, ustaya Y deyin. Deyir ki, şagirdin tapşırığı ustanın tapşırığının 5də 4-ü. Ustanın tapşırığının 5də 4-ü. Tamam. Təşkil edir. Yəni təşkil etmək, yəni o deməkdir ki, ona bərabər saydadır. Bizdən soruşur ki, ustanın tapşırığı şagirdin tapşırığından neçə faiz çoxdur? X-in yerinə qoyuram ki, 5də 4 Y. 5də 4 Y. Tamam. Ustadan, tapşırığından, şagirddən, baxın, damdən deyir, neçə faiz çoxdur. Yəni, burada fərqdən söhbət gedir. Ona görə düsturumuza görə fərqdən vurulsun 100%-dən hesablayaq, bərabərdir. Fərqimiz olacaq, təbii ki, böyükdən kiçik çıxmaq lazımdır. Və kimdəndir? Ustanın tapşırığı şagirdin tapşırığından. Şagirdin tapşırığı nə idi? X. Qoyuram X yerinə 5də 4 Y idi. Vurulsun 100%. Bərabərdir. Yuxarıda alınır 5də 1 Y. Çünki burada 1 dayanıb. 1-dən 5də 4 çıxırsınız. Aşağıda da 5də 4 Y vurulsun 100. Bunu ayrı kəsr kimi də hesablaya bilərsiniz. Hansı ki 5də 4 Y bölünsün 5də 1 Y bölünsün 5də 4 Y bərabərdir. 5də 1 Y vurulsun. Artıq Y4-ün yanındaydı axı. 4 aşağı düşən kimi 4 Y-də 5. 5-lər gedərdi, Y-lər gedərdi, yerdə qalardı 4də 1. Tamam. Bu deməli kəsrin qiyməti eləyir 4də 1. Yəni 4də 1 vurulsun 100-ə. Bu da bizdə eləyəcək 25. D variantı. 38-ci sualda dairənin radiusunun 30% artırsa sahəsinin neçə faiz artar? Dairənin sahəsini bilmək lazımdır ki, pi r kvadratdır.
Sahə artdıqca radius onun kvadratı qədər artır və radius artdıqca sahə onun kvadratı qədər artım baş verir. Bizə deyir ki, radius 30% artsın. Radius əvvəl neçə faiz olub? Yəni bütün qiymətlər normalda faizlə götürəndə 100% olur. 30% artır. Nə qədər olub uşaqlar? 130 olubmu? 130%. Bunu faizlə yox, ədədlə göstərsək, faizi ədədə çevirmək üçün nə edirdik? Ədədi 100-ə bölürdük, düzdür? Ədədi 100-ə bölən zaman bundan bu gedər. Bu da sıfırına görə tam düşür. Və olur 1/3. Yaxşı. Radius 1/3-dür. Onda radiusun kvadratı nədir? 1/3-ün kvadratı. Bu da bizdə 1 tam %69 verəcək. 1 tam %69 verdi. İndi bərabərdir yazıram 1 tam %69 pi. Hər zaman yadınızda saxlayın. Artım, azalma olduğu zaman tamdan sonraki qiymətə baxırsınız. Bu o deməkdir ki, faizə çevirsəm əgər mən bunu 169 faiz deməkdir. Bu da 100 faiz plus 69 faizdir. Yəni 69 faiz artım baş verir. D variantı. Düzbucağının uzunluğunu 30%, enli isə 20% azaldıblar. Uşaqlar, azalma nə idi? A isə azalma da onun faizi qədər azalma idi mı? Yəni A minus 0,3A eləyir 0,7A. Tamam, sonra B də 20% azalıb. Bərabərdir. B minus 0,2B. Bu da 0,8B verir. Sahə nəyə bərabərdir? A vurulsun B-yə. İndi bizdə A-nın yerində nə dayanıb? 0,7A. B-nin yerində nə dayanıb? 0,8B. Bu da bizdə verir 0,56. A vurulsun B. Tamam. Gəl şimdi sualı təzədən oxuyaq. Deyir ki, 20% azalanda sahə neçə faiz azalar? Tamam. Uşaqlar, sahə nə qədər azalıbdır? 0,56 olubdur. 100 faizdən, bunu faizə çevirəndə 56 faiz eləyir də. 100 faizdən gəlib 56 faizə. Nə qədər neçə faiz azalma baş veribdir? Təbii ki, çıxdığımız zaman 44 faiz yerdə qalır. Fərqi tapmaq istəyirsə. 44 faiz D variantı. Uşaqlar, 41-ci suala baxaq. 41-ci sualda bizə deyir ki, biçilmiş otun nəmliyi 85%. Baxın, deyir, nəmliyi 85%-dir. Onun quruluğu nə qədərdir? Quruluğu 100-dən çıxacaqsınız 85-i, bizə verəcək 15% bunun quruluğudur. Quru otun nəmliyi isə 10%-dir. Baxın, 15% tamamilə qupquruluqdur da. Çünki nəmi çıxdı, yerdə qaldı qupquru. İndi bizdən soruşur ki, 15 ton yeni biçilmiş otdan. 15 tonun görək, 15 tonun görək nə qədərsi qupqurudur. 15 ton biçilmiş otun, deməli 15%-ni tapsam, görərəm ki, 2,25. Bu qupquru. Qupquru otdur. İndi deyir ki, bizə quru otun nəmliyi isə, baxın, 15 tonluq quru otdur da. Baxın, 15 tonluq quru ot. 15 tonluq quru otun nəmliyi 10%-dir. Yaxşı, nəmliyi 10%-dirsə, nəmliyi 10%-dirsə, onu çıxaram yerdə 90%-lik qupqurusu qalarmı? Qupquru. İndi mən qupqurunu bir tondan ifadə elədim, bir də faizlə. Yaxşı, deyə bilərəm, onda qupquruya uyğun faiz 90%-dir. Görək, neçə ton 100% təmiz qupqurudur. Bunu tapmaq üçün 90 vurursunuz x-a, düz mütənasibliyə görə 2,25 vurulsun 100-ə. Yəni 90x bərabər olur 225, x-imiz də bərabər olur 225-i böləndə 90-a eləyəcək 2,5 C variantı. 42-də nəmli 20% olan 120 ton ağac qurudulduqdan sonra 120 tonluq ağacdır. Nəmliyi 20%-dir. Onda qupquruluğun neçə faiz olacaq? 100%-dən çıxarsınız 20%, yəni 80% qupqurudur. Onda 120 tonun gəlin içərisində görək neçə tonu qupqurudur. Bunlar gedər, yerdə qaldı 96 ton qupqurudur. Qupquru. İndi digər tərəfdən bizdə isə deyir ki, qurudulduqdan sonra kütləsi 100 ton oldu. Baxın, ümumi qurunun kütləsi 100 tondur.
Amma qupqurunun kütləsi 90. Deməli, 4 ton su vardır bunun tərkibindəki 96 ton qupquru otla 4 ton suyu toplayıblar. 100 ton quru ot əmələ gəlir. İndi bizdən soruşur ki, qurudulmuş ağacın nəmliyi neçə faiz oldu? Tamam. Biz yəni ki 4 ton aldıq ki, sudur. Nəmliyi soruşur da, bizdən suyu soruşur. Nəmliyini faizlə ifadə etmək lazımdır. Ona görə də uşaqlar deyirsiniz ki, 4 tonluq x-sa, onda bəs 100 tonluq nə qədərdir? 100% idi də, çünki bizə dedi axı 100 tonluq aldıq. İndi buradan x-i vurarıq 100-ə, bərabərdir 4-ü vuraram 100-ə. X-im da 100-də gedir, qalar 4. Üçüncü sualda diaqramda bir il ərzində kitab mağazasında satılmış kimya, fizika, tarix, coğrafiya və riyaziyyat kitablarının sayı verilmişdir. Satılmış kimya kitabları satılmış ümumi kitabların sayının 25%-ni təşkil edir. Yaxşı, ümumi kitablardan söhbət gedir. Burada bilinirmi nə qədər ümumi kitab var? Buna bir x desəm, ümumi kitabların sayı 100 üstəgəl x üstəgəl 200, yəni hamısının cəmi üstəgəl 150 üstəgəl 50. Alaram ki, 200, 400, 500 üstə gəlinsin. X şəklində bu ümumidir. Ümumi kitabların sayıdır. Bizdən deyir ki, satılmış kimya kitabların satılmış kimya. Baxın 200-ün kimə olan nisbəti ümumi kitabların sayına. Ümumi kitab deməli 200-ün kimyanın ümumi kitabların sayına 25%-ni təşkil edir. Təşkil etmək, 25% təşkil etmək, bunun sayına olan nisbətinin faizlə ifadəsi deməkdir ki, həmin 25%-i təşkil edir. İndi bunu həll etmək lazımdır. Təbii ki, 200 vurulsun 100 bərabər olacaq. Məxrəc keçəcək sağ tərəfə, vurulsun 25. Sonra uşaqlar, buradan alıram ki, 100 ilə 25 gedər. Burada 4 qalar. Qalar 800 bərabərdir. 500 üstə gəlinsin x-a. 800-dən 500 çıxanda yerdə nə qalacaq? Təbii ki, 300 qalmış oldu. Mağazada neçə riyaziyyat kitabı satılmışdır deyir. Tapdıq ki, 300 dənə kitab satılıb. Bu 4-də rəqəmli natural ədədən rəqəmlərinin cəmi 12-yə bərabərdir. Yadınıza sana demişəm ki, 2 rəqəmli sözünü işlədikdə A və B üstünü xətli iş kimi işarə edirik. Bilinmir çünki nədir. Rəqəmləri cəmi deyir. Bərabərdir 12-yə. Bərabərdir. Rəqəmlərin yerini dəyişdikdən sonra bu ədəd 75% artdı. Yəni BA olanda AB 75% artır. AB-nin 75% artması nə deməkdir? AB üstə gəlinsin AB-nin 75%, düzdürmü? Deyir ki, BA olanda AB-nin 75% artması deməkdir. Yəni, bunların bərabərliyindən danışır. İndi bunu yerinə qoyub həll eləmək lazımdır təbii ki. 100-ü ortaq məxrəc kimi götürsəm, 100. 100 AB üstə gəlinsin, 75 AB bərabərdir BA-ya. Və buradan çıxır ki, 175 AB bərabərdir 100 vurulsun BA-ya. İndi uşaqlar vurub açırıq. 175 10A plus B bərabərdir 100-də, bunu da açanda 10B plus A şəklində almış oluruq. İndi bir-bir mötərizələri vurub açmaq lazımdır. A plus 175B bərabərdir 1000B plus 100 A-ya. A-ları bir tərəfə keçirdirəm. 1650 A bərabər olur və 825 və A bərabərdir. 825 bölünsün 1650 alıram. Bu da içərisində təbii ki 2 dəfə edir. Yəni A-nın qiyməti alıram 2-də 1. Bizdən indi nəyi soruşurdu? Rəqəmlərin yerini dəyişəndən sonra həmin ədəd 75% artdı. Əvvəlki 2 rəqəmli ədədi tapın. B-yə. Burada B də var. Yanında B-ni də qeyd edək. 2A bərabərdir B aldım. 2A bərabərdir B aldım. Təbii ki, burada 1 dayanıbdır. İndi biz aldıq ki, 2A B-yə bərabərdir. Baxın, misalın əvvəlində bizə cəm şəklində vermişdi.
B-nin yerinə gətirib 2A qoymaq lazımdır. Yəni A üstə gəlinsin 2A bərabərdir 12-yə. 3A 12-yə bərabərdirsə A 4-dür. A 4-dürsə B nədir? B-də 2A idi. Yəni 2 vurulsun 4, 8-dir. İndi AB nə oldu? 4, 8. Yəni cavabımız elədir 48 D variantı.